Esselamu aleyküm. Ateistlərə bir sualım var qardaşlar. Sualım budur ki, arı, hansı ki elmi yoxdur, şuuru yoxdur. Arı çiçəyin üzərində gedir və çiçəyin üzərində getdikdən sonra sənə bal verir. Arıda bu elm yoxdur, bu şuur yoxdur. Ya deyəcəksən, arıda şuur var, elm var, bilir hansı çiçəkdən necə bal çıxasıdır. Ya deyəcəksən, bunu atomlar falan düzüb qoşdu ki, atomlarda bu elm yoxdur. Ya deyəcəksən ki, bu sistemi düzüb qoşan bir yaratıcı var. Və ikinci olaraq deyirəm ki, arıların kovanlarında öz balalarının sağlam gəlməsi üçün, sağlam olması üçün isti 35 qradus olmalıdır. Əgər isti 35 qradusdan aşağı olarsa, arılar tez kovanın üzərinə çıxıb, onun üzərində gəzinirlər ki, 35-ə çıxarsınlar istiyi. Yox, əgər 35-dən yuxarı olarsa, arılar sakat olur, ölür balaları. Və bu zamanda əgər 35-dən yuxarı çıxsa, isti arılar tez kovanın içində qanatlarını yelləyirlər ki, isti 35-ə düşsün. Sual çıxır ki, arı bu qədər elmi hardan bilir? Arı hardan bilir isti 35 qradus olmalıdır? Arı hardan bilir bu çiçəkdə bal olmalıdır? Arı hardan bilir o çiçəyin üstünə getməlidir? Arı çiçəkləri seçir. Yəni ona bu şuuru verən, ona bu etdiyi bu şeyi verən kimdir? Ya deyəcəksən arıda ağıl var ki, yoxdur. Ya deyəcəksən atomlar bunu düzüb qoşdu ki, atomda bu elm, bu şuur yoxdur. Ya deyəcəksən ki, bu sistemi düzüb qoşan bir yaratıcı var. Buyurun, yəni cavab verən varsa versin, bismillah.